Səndəki insanlar özlüyündə, yəni oxuyan insanlar, hal-hazırki dünyada gün ərzində saysız hesabsız məlumatlarla qarşı-qarşıya olan insanlar özünə bu sualı verməlidir ki, mən nədən narahatam? Yəni əgər mənim bir narahatçılığım varsa, nədən narahatam mən? Diqqət eləyin. Yəni insan kənardan diqqət eləyəndə baxırsan ki, bu insanın əslində maddi olaraq həyat ona hər şeyi qismət eləyib. Amma bir narahatçılığı var. Hətta belə deyim ki, onun narahatçılığı daha çoxdur digərlərindən. Yəni məsələyə baxış tərzi, məsələnin onun həyata nə cür əks olunması ilə bağlı olan bir məsələdir ki, bu insan bunu idrak eləməlidir ki, maddi olan varlıq insanın xoşbəxtliyini təmin eləyə bilməz. Yəni bir tək xoşbəxtliyi maddiyyata bağlamaq bu ağıllı və məntiqli bir məsələ deyil. Çünki bu bütövlükdə, daha doğrusu əksəriyyət etibarilə, bütövlükdə deməyim, əksəriyyət etibarilə bizim iradəmiz xaricində cərəyan edən hadisələr silsiləsidir. Mən bir daha təkrar edirəm. İnsanların iradəsi daxilində, məsələn, insanın nə dərisinin rəngi, nə doğulduğu yer, nə öləcəyi yer, nə valideynlərinin təyinatı, nə övladlarının, bunların heç biri insanın iradəsi daxilində baş vermirsə əgər, demək insanın iradəsindən xaricdə olanla bir rabitə halına keçmək lazımdır ki, insan ən azından yaradılışı idrak eləmiş olsun. Əslində özünü idrak eləyən insan yaradılışı da başa düşmüş olar. Məsələn, hər hansı bir xırda bir qələmdə ya da bir stolda ya da bir hər hansı bir əşyada biz baxanda ki, bunun yaradanı nədir, yəni düzəldəni daha doğrusu nədir? Onda diqqət edirik ki, hə, bunu sənətkar çox yaxşı düzəldir. Eləcə də insanın bu yaradanla olan münasibəti əgər təsis olunarsa, onda nacizanə belə fikirləşirəm ki, insan ən azından doğru yolda olduğunu anlamış olar. Yəni daha çox sərvət, daha çox xoşbəxtlik demək deyil. Daha çox məqam sahibi olmaq, daha çox vəzifə sahibi olmaq, bütün bunların heç biri insanı nəhayətində xoşbəxt etməyəcək. Əvvəlki nümunələr və araşdırmalar və eləcə də insanın zehni ilə, ağlı ilə, özü ilə, ruhu ilə olan münasibətləri biraz tənzimlənsə, insan bu nəticəyə çatmış olar. Yəni çox asanlıqla bu nəticəyə çatmış olar. Hə, bir qism insanlar ümumiyyətlə rədd eləyə bilər ki, xeyr, dünya sadəcə maddi dünyadan ibarətdir. Ümumən o insanların əhval-ruhiyyəsi ya da ağlı vəziyyəti